Qorxuram, elə bilirəm heç nə eləyə bilməyəcəm. Amma müəllimlərin yanında yaxşıyam. Bir də dərsi evdə öyrənirəm, mamaya danışıram, gedirəm müəllimin yanında heç nə deyə bilməm. Müəllimin üzünə baxıram, heç nə danışmıram. Həyəcanlanırsan? Bəli, əsir, əlim ayağım əsir, tər basır, qorxuram. Müəllimə dərsdə danışa bilmirəm. Nə qədər vaxtdır beləsən? Mən elə demək olar ki, 9-cu sinifdən bəri bilirəm. İndi 11-ci sinifsən? Hə. Müalicə almışdınız heç? Yox. Sadəcə müəllimənin yanında belə olursan? Müəllimənin yanında bir də sınaqlara gedəndə özümü itirirəm, bildiklərim yadımdan çıxır. Düz götürür, sonra başlayır səhv edir. Bilirəm ki, bu düzdür də, müəllimlərin yanında da eləyirəm. Düz cavabı deyirəm, sonra deyirəm birdən səhv deyirəm, gedib həmin səhv cavabı deyirəm. Qorxuram ki, yəqin ki, birinci dediyim səhv. Özgüvənin yoxdur. Özünə güvənmirsən. Yaddaşın necədir? Yaddaşım da evdə məsələn mamaya dərsi danışıram, bütün işləri həll edirəm. Gedirəm müəllimin yanında bildiklərim yadımdan çıxır. Elə bilirəm ki, müəllim məni bu dəqiqə öldürəcək, kəsəcək, doğrayacaq. Qorxuram. Niyə elə Müəllimin bilirsən? yanında təşrifdə danışır. Müəllim özü də deyir ki, təşrifdə məndən tək. Amma uşaqlar ki, Uşaq yanımda gələn kimi gəlir özünü itirir. Yaxşı, test yazanda ki, müəllim yanında olmur. test yazanda yox, test yazanda özümü itirmirəm. Sadəcə dərs danışanda özümü itirirəm, bir də sınaqlarda özümü itirirəm. Hə də, yəni sınaqda yanında müəllim olmur axı. Nə bilmirəm, özümü itirirəm, həyəcanlanıram, qorxuram. Öğrencinin